ADA Universiteti rektor Hafiz Paşayevin 85 illiyini, xalqa xidmətə həsr edilmiş bir ömür yolunu qeyd edir. Müstəqilliyi yenidən doğulan bir xalqın tarixində elmi, diplomatiyanı və marifi özündə birləşdirəcək bu yol 2 may 1941-ci ildə Bakıda başlayır. Öyrənməyə və kəşf etməyə marağı ilə seçilən gənc fizik Bakı Dövlət Universitetindən məzun olub elm dünyasına qədəm qoyur. Taleh onu Moskvada Kurçatov adına Elmi Tədqiqat İnstitutuna aparır. Sovet İttifaqından Birləşmiş Ştatlara 1970-ci illərdə Kaliforniya Universitetində bilik axtarışları daha da dərinləşir və fizika-riyaziyyat elmləri doktoru dərəcəsi ilə yekunlaşır. Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda 20 ildən çox elmi tərəqqiyə öz töhfələrini verir. Təmkin, dəqiqlik və məna ilə. Sonra bir dönüş nöqtəsi, elmdən dövlət quruculuğuna 1992-ci ildə xalqın taleh yüklü məqamında Azərbaycanın ABŞ-dakı ilk səfiri təyin edilir. 14 il ərzində səfir Hafiz Paşayev yeni müstəqillik qazanmış Azərbaycanın səsinə çevrilir. Addım-addım beynəlxalq körpülər salaraq, tərəfdaşlıqlar quraraq ölkəmizə dünya səhnəsində yer açır. 2006-cı ildə Bakıya qayıdır. Xarici İşlər Nazirinin müavini və ADA Universitetinin rektoru kimi öz təcrübəsini Azərbaycanın gələcəyini quranları yetişdirmək üçün istifadə edir. ADA Universitetində ideyalar məqsədə çevrilir, bilik və bacarıqlar dəyərlər üzərində qurulur. Onun dayanıqlı irsi bu yolun davamçılarıdır. Minlərlə tələbə və məzun. Ömür yolunun hər günü ilə o bizə öyrədir ki, biliyə yiyələnmə müsbət dəyişikliklər gətirmək üçün bir məsuliyyətdir. Alim, diplomat, maarifçi, vahid məqsədə xidmət etmək üçün bu rolları özündə birləşdirən bir ömür. Bu yolun sadiq davamçıları olan ADA ailəsinin hər bir üzvü adından əziz müəllimimizi təbrik edirik.